Kanal izləyiciləri, bugünkü videomuzda DİM-in 4-cü qruplar üçün nəşr etdiyi 20 sınaq test toplusundan sınaq 2-nin izahlarını verməyə çalışacağım. Hər birinizə xoş izləmələr. Birinci sualdan başlayaq. Cismin impulsunun zamanı asılı qrafikinə əsasən kəmiyyətlərdən hansıları hesablana bilər? Deməli, bizdən soruşulur qüvvə impulsu və cismin təcili. Deməli, bilirik ki, qüvvə ilə qüvvə impulsu və ya impuls dəyişməsi arasında deməli, belə bir əlaqə var. F bərabərdir delta P bölünsün delta T. O da bərabərdir P2 çıxılsın P1 bölünsün delta T. Deməli, bizə P'lər verilib, T verilib. Buna uyğun olaraq biz qüvvəni təyin edə bilərik. Çünki P'lərin fərqini, dəyişməni zamana bölərik. Qüvvə impulsu bilirsiniz ki, qüvvə ilə təsir müddətinin hasilinə bərabərdir. Deməli, zaman verilib, dəyişmə verilibsə, biz qüvvəni hesablaya və qüvvə impulsunu hesablaya bilərik. Cismin təcilini hesablamaq üçün isə bizə həm də cismin kütləsi lazımdır. Burada cismin kütləsi verilmədiyinə görə onu hesablaya bilmərik. Deməli, doğru cavab olacaq 1-2. İkinci sual. M kütləli cisim R radiusu çevrə boyunca bərabər sürətlə hərəkət edir. Cismə təsir edən mərkəzə qaçma qüvvəsi F olarsa, cismin impulsu hansı ifadəyə təyin olunar? Deməli, burada yaza bilərik ki, F bərabərdir M-a. Onun da əvəzinə M vurulsun V kvadratı böl R yaza bilərik. İmpulsdan ifadəsini soruşduğuna görə V bərabərdir P böl M yazmaq olar. Deməli, M bölünsün R. V kvadratının əvəzinə isə P kvadratı bölünsün M kvadratı yazmaq olar. M'lər ixtisar olundu, yerdə qaldı P kvadratı bölünsün M vurulsun R. Buradan da tapa bilərik ki, deməli P kvadratı bərabərdir M vurulsun R vurulsun F. Kök alsaq alınar M R F. Bir cavab alınır. Doğru cavab A variantı. Üçüncü sual. Cisimlər şaquli istiqamətdə yuxarı atdıqda onların uçuş müddətləri arasında hansı münasibət doğrudur? Hava müqaviməti nəzərə alınmır. Deməli, bilirik ki, cisimlərin uçuş müddəti 2V0 bölünsün J düsturu ilə hesablanar şaquli yuxarı atılanda. Buradan görürük ki, T uçuş başlanğıc sürətdən düz asılıdır. Deməli, birincinin başlanğıc sürəti V0-dır, 2 ilə 3-ün isə başlanğıc sürəti 2V0-dır. Deməli, buradan yaza bilərik ki, V3 bərabərdir V2-yə, V03 bərabərdir V02 böyükdür V01-dən. Ona görə də T3 bərabərdir T2-yə, böyükdür T1-dən. Deməli, doğru cavab olacaq burada 3-2 bərabərdir, böyükdür 1-dən D variantı. Dördüncü sual. Watt saniyə bölünsün metr hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Bilirik ki, watt gücün vahididir, saniyə də zamanın. Onda A bərabərdir, NT düsturundan bilirik ki, joule bərabərdir, 1 joule bərabərdir, 1 watt vurulsun saniyəyə. Digər tərəfdən də işin düsturu Fs-dir. Buradan da yazmaq olar 1 joule bərabərdir, 1 newton vurulsun metri. Bizdə indi watt vur saniyədir, məxrəcdə də metr verilib. Onda watt vur saniyə bölünsün metr ifadəsində watt saniyənin əvəzinə newton metr qoya bilərik. Newton vur metr bölünsün metr. Metrlər ixtisar olunar, qalar newton. Newton da bilirik, qüvvə ilə çəkinin vahidinə uyğundur. Burada da qüvvə verilib. Belə yazmaq olar. Qüvvənin vahidi Y variantı. Planet ətrafında fırlanan süni pek üçün birinci kosmik sürət asılıdır. Nədən? Deməli, birinci kosmik sürətin düsturunu bilirik. H-ündürlükdə V1 bərabərdir Rm bölünsün R plus H. Deməli, burada M planetin kütləsidir. Kosmik sürət asılıdır planetin kütləsindən. Buradan da görürük ki, süni pekin kütləsindən asılı deyil.
planetin səthindən olan məsafədən də asılıdır. Deməli, doğru cavab olacaq 1 və 3. A variantı. 6-cı sual, bu da maraqlı test tapşırığıdır. İmpulsu P olan, deməli, A cismi O nöqtəsində, O nöqtəsi buradır, A cismi, O nöqtəsində iki hissəyə bölünür. Birinci hissənin impulsu P1 olarsa, birinci hissənin impulsu bura P1 demək istəyiblər, yəqin ki. İkinci hissənin impuls vektorun istiqaməti hansıdır? Deməli, bu qəlpələrdən söhbət gedir. Burada nəyə diqqət edərik? Deməli, müstəvi üzrə hərəkət olduğunu nəzərə alsaq, bura x oxu deyərik. X oxu proyeksiyalardan istifadə edəcəyik. Yuxarısında olsun y oxu. Bilirik ki, impulsun saxlanma qanunu ödənilməlidir burada. Deməli, yazmaq olar başlanğıc hal üçün impulsun x oxu üzrə proyeksiyası Px, sonra birinci qəlpənin x oxu üzrə proyeksiyası P1x, ikinci qəlpənin x oxu üzrə proyeksiyası P2x. Eyni qayda ilə y oxu üzrə proyeksiyalarını tapıb toplayarıq. P2y. Başlanğıc halda baxaq, burada P-nin x oxu üzrə proyeksiyası, baxın, bura Px-dir. Bir bölgüdür. Yerinə də 1 yazaram. Py, yəni birincinin y oxu üzrə proyeksiyası, daha doğrusu başlanğıc halda impulsun y oxu üzrə Py proyeksiyası, onu da aşağıda belə yazımda qarşısına yaza bilərik. Px bərabərdir müsbət 1-ə. Py bərabərdir, y-in əksinədir və 1 bölgüdür. Onu da bir mənfi 1 deyərəm. Sonra P1-in, bu P1 vektorunun x oxu üzrə proyeksiyası, görürük ki, x oxun əksinədir. P1x. P1x nəyə bərabər olar? P1x bərabər mənfi 1-ə, 1 bölgüdür və oxun əksinədir. P1y-ə baxaq, o da y-in əksinə 1 bölgüdür. Buradan da yaza bilərik, P1y də bərabərdir mənfi 1-ə. Bizdən nə soruşurlar? İkinci qəlpənin, ikinci hissənin impuls vektorunun istiqamətini. Deməli, yerinə yazmaqla bunları müəyyən edə bilərik. Px-in əvəzinə yazdım 1, P1x-in əvəzinə mənfi 1, üstə gəlsin P2x. Eyni qayda ilə aşağıda da yazıram. Py-in əvəzinə mənfi 1, P1y də mənfi 1-dir, üstə gəlsin P2y. Buradan da tapırıq ki, P2x bərabərdir 2-yə, P2y isə bərabərdir 0-a. Deməli, axtardığımız ikinci hissənin impuls vektoru x oxu boyunca yönəlməlidir və 2 bölgü olmalıdır. Buna uyğun gələn də hansı olacaq? 3 olacaq, 3 istiqamət. 2 bölgüdür və x oxuna paraleldir, eyni istiqamətdə yönəlib. Deməli, doğru cavab olacaq burada B variantı 3. Növbəti sual 7. Sabit F dartı qüvvəsinin təsiri altında cisim bərabər təcilli hərəkət edir. Bu qüvvənin gördüyü işin zamanası qrafiki hansıdır? Sabit dartı qüvvəsinin gördüyü iş A bərabər F dartı vurulsun S. F dartı vurulsun S-in əvəzinə də bərabər təcili hərəkətdə gedilən yolun düsturunu yaza bilərik. AT kvadratı bölünsün 2. F dartı sabit, təcil sabit, 2 də sabit ədəddir. Onda dartı qüvvəsinin gördüyü iş zamandan kvadratik asılı olar. Doğru cavab A. 8. Şaquli yuxarı istiqamətdə atılmış cismin kinetik enerjisi 20 joule azalarsa, potensial və tam enerjini soruşur. Yaxşı olardı ki, burada hava müqaviməti nəzərə alınma verilsin. Çünki tam mexaniki enerjiyə təsir edə bilər. Deməli, bilirik ki, tam enerji havanın müqaviməti nəzərə alınmırsa saxlanılır. Y tam bərabər Y kinetik üstə gəlsin Y potensial. Deməli, kinetik enerjisi 20 joule azalıbsa, 20 joule azalırsa, deməli, potensial enerjisi 20 joule artır, tam enerji isə dəyişmir. Deməli, potensial enerjini soruşurdu. 20 joule artar, tam enerjisi isə dəyişməz. Gəldik 9-cu suala. Cismə təsirin ağırlıq qüvvəsi nədən asılıdır soruşur. Deməli, ağırlıq qüvvəsi F ağırlıq
bərabərdir mj ifadəsinə əsasən təyin edə bilərsiniz və ya f bərabərdir jmm bölünsün r üstə gəlsin h-ın kvadratı. Deməli, cismə təsir ağırlıq qüvvəsi, yəqin ki, burada cismin kütləsindən deyib, cismin kütləsindən də, planetin kütləsindən də düz asılıdır. Təcildən asılı deyil, sürətdən asılı deyil, yer səthinin olan hündürlükdən, yəni h-dan isə asılıdır. Doğru cavab 1-4, yəni D variantı olar. 10-cu sual. Çəkisi nəzərə alınmayan yayların potensial enerjiləri arasında hansı münasibət doğrudur? Elastik deformasiya olmuş yayın potensial enerji düsturlarından biri də F kvadratı bölünsün 2K-dır. Burada F elastiklik qüvvəsidir. Deməli, tarazlıq halında F ilə ağırlığa bərabər olacaq. Onda yaza bilərik M kvadrat, J kvadrat bölünsün 2K. Burada enerjini W ilə göstəriblər, biz də W ilə göstərərik. Deməli, birinci şəklə baxsaq, birinci halda potensial enerji olacaq M kvadrat, J kvadrat bölünsün 2K. İkinci yay üçün baxsaq, kütlə M-dir, M kvadrat, J kvadrat bölünsün 2 vurulsun 2K. Yəni M kvadrat, J kvadrat bölünsün 4K. Üçüncüdə isə W3 bərabərdir. 2M kütlə 10 kvadratı ilə 4M kvadrat, J kvadrat bölünsün 2 vurulsun 2K. Yəni 4M kvadrat, J kvadrat bölünsün 4K. İndi isə bunları müqayisə eləyək. Surətlərə baxsaq, surətlər deməli M kvadrat, J kvadratdır. Ən sonuncuda da 4-ləri ixtisar da eləyə bilərik. M kvadrat, J kvadrat bölünsün K. Surətlər eynidir hamısında. Məxrəcləri müqayisə eləsək, deməli, məxrəci ən böyük olan ikincidir. Deməli, bunun potensial enerjisi ən az olacaq. Məxrəci ən kiçik olan üçüncüdür. Onda W3 böyükdür W1-dən. O da böyükdür W2-dən. 3, 1, 2 olmalıdır. Burada da doğru cavab yoxdur. 3 biz cavabı tapdığımızı göstərək, amma burada doğru cavab verməyib. Səhv xatırlamıramsa şablonda C veriblər, amma C variantı bizim tapdığımız cavabına uyğun gəlmir, səhv verilib. Baxırıq 11-ci suala. Yer səthindən H1 hündürlükdə sərbəstləşmə təcili verilib. J1 bərabər J0 bölü 4. H2 hündürlüyündə J2 bərabər J0 bölü 9. H2 çıxılsın H1 fərqini hesablayın. Bilirik ki, yer səthindən yuxarı qalxdıqca gravitasiya qüvvəsi və gravitasiya sahəsinin intensivliyi dəyişir, azalır. J bərabərdir J0 bölünsün 1 plus H böl R kvadratı ilə müəyyən olunur. Deməli, birinci halda J1 bərabər J0 böl 4, yəni məxrəc 4 olmalıdır. Yazıram. J1 bərabərdir J0 böl 4-dürsə, onda bu məxrəc olmalıdır 4. Yəni, 1 üstə gəlinsin, H1 bölünsün R bərabərdir 4-ə. Daha doğrusu kvadratı 4-ə bərabərdir. Buradan da hər tərəfdən kök alsaq, H1 bölünsün R plus 1 bərabərdir 2-yə. H1 bərabər olacaq R-ə. Bu qayda ilə ikincini də tapmaq olar. J2 bərabərdir J0 böl 9-dur. Burada da 1 üstə gəlsin, H2 bölünsün R-in kvadratı bərabər olmalıdır 9-a. Sonra kök alarsınız. Deməli, 1 plus H2 böl R bərabərdir 3-ə. Deməli, H2 də bərabər olar 2-ə. Bunu birbaşa yazmaq istəmədim. Baxmayaq ki, hamımız əzbər bilirik bunu. Neçə dəfə azalıb artdığını, daha doğrusu J-nin hündürlükdən asılı olaraq necə dəyişdiyini. Bizdən də H2 çıxı H1 fərqini soruşur. H2 2R-dir, H1 isə R-dir. Fərq olar R. Doğru cavab D.
12. Elastiklik qüvvəsi üçün hansı ifadə doğrudur? Elastiklik qüvvəsi konservativdir, doğrudur. Çünki qapalı trayektoriyada gördüyü iş əks işarə ilə potensial enerjinin, daha doğrusu qapalı trayektoriyada gördüyü iş sıfırdır. Amma ümumiyyətcə gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Elastiklik qüvvəsi cismin deformasiyası zamanı yaranır. Bu da doğrudur. Elastiklik qüvvəsi elektromaqnet təbiətli qüvvədir. 1, 3, 4. 1, 3, 4. Doğru cavab A. Ağırlıq qüvvəsinin təsiri nəticəsində cismə dayaq və ya askı tərəfindən təsir edən qüvvə necə adlanır? Burada mənə elə gəlir ki, askı tərəfindən ifadəsinə ehtiyac yoxdur. Bu çəkinin tərifində verilib. Ağırlıq qüvvəsinin təsiri nəticəsində cismin dayaq və ya askıya göstərdiyi təsir qüvvəsinə çəki deyirik. Burada da çəki verilmədiyinə görə və həm də dayaq tərəfindən cismə dayaq tərəfindən təsir edən qüvvədir. Bu olacaq reaksiya qüvvəsi. 14. Şaqül aşağı yönəlmiş 2 metr/saniyə kvadrat tərcillə hərəkət edən liftdəki 20 kg kütləli cismə təsir edən ağırlıq qüvvəsi və cismin çəkisini hesablayın. Bilir ki, ağırlıq qüvvəsi tərcildən asılı deyil. O mg düsturu ilə tapılır. M 20-dir. J 10. Bu da eləyər 200 Newton. Çəki isə dayaq və askının hərəkət tərcilindən asılıdır. Tərcih aşağı yönəldiyinə görə çəki sükunətdəki çəkidən az olur. 20 vurulsun, 10 çıxılsın 2. 8 vur 20, bu da eləyər 160 Newton. Deməli 200 və 160 olan A variantı olur. 15. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Cismin impulsu P və kinetik enerjisi YK. Skalyar kəmiyyətdir. Impuls vektorialdır, kinetik enerji skalyardır. Həmişə sürət istiqamətində yönəlir. Kinetik enerji skalyardır, onun istiqaməti yoxdur. Deməli, vektorial olan impulsdur və P ilə V həmişə eyni istiqamətdə yönəlir. Cisim sükunətdə olduqda sıfıra bərabərdir. Impuls və kinetik enerji cismin öz hərəkəti ilə bağlıdır. Deməli, sükunətdədirsə sürət sıfırdır. Bu kəmiyyətlər də sıfır olar. Dəyişməsi cismə təsir edən qüvvənin işinə bərabərdir. Bu kinetik enerji haqqında teoremdir. Delta Y kinetik bərabərdir A-ya. Yalnız uyğun gəlir nəyə? Kinetik enerjiyə 4. Cismin kütləsi ilə düz mütənasibdir. Bəli, P bərabərdir mv, Y kinetik bərabərdir mv kvadratı bölünsün 2. Hər ikisi kütlədən düz asılıdır. Ortaq olacaq 3, 5. Ortaq 3, 5. Deməli, impulsa 2, kinetikə 1, 4. Doğru cavab A. 16. Kub formalı cisim üfüqi müstəvidə sürüşür. Kubun tirinin uzunluğu 2 dəfə kiçik olan eyni materialdan hazırlanmış kubla əvəz etdikdə sürtünmə əmsalı necə dəyişər? Deməli, kubun tirinin uzunluğu dəyişsə sahə dəyişər. Bilirik ki, sürtünmə əmsalı, həmçinin burada kütlə də dəyişər. Sürtünmə əmsalı kütlədən, sahədən asılı deyil, yəni dəyişməz. Sürtünmə əmsalı materialdan və hamarlıq dərəcəsindən asılıdır. Doğru cavab B. Verilmiş radiuslu, çevrə üzrə fırlanan cismin kinetik enerjisinin tezlikdən asılı qrafikini müəyyən edin. Deməli, verilmiş radiusludur, R konstant. Çevrə üzrə bərabər sürətli hərəkətdə V bərabərdir 2 pi R nü. Kinetik enerji mv kvadratı böl 2 ifadəsindən təyin olunur. M vurulsun 4 pi kvadratı R kvadratı nü kvadratı bölünsün 2. Demək, kinetik enerji tezlikdən necə asılıdır? Kvadratik asılıdır. 18. Hansı cihazın iş prinsipi Hooke qanununa əsaslanır? Dinamometrin iş prinsipi Hooke qanununa əsaslanır. 19. Mühərrikin gücü 20 kW olan su nasosu 80 ton suyu 6 metr hündürlüyə 8 dəqiqədə qaldırır, fiyəni hesablayın. Faydalı iş əmsalı faydalı işin tam işə nisbətinə bərabərdir və faydalı iş həmişə tam işdən kiçik olur.
Deməli, buradan faydalı iş nədir? 80 ton suyu yuxarı qaldırmaq. Əvəzinə yazacaq bunun MJH. Aşağıda tam işin əvəzinə də güc vurulsun, zaman vurulsun 100%. Qiymətlər yerinə qoyaq, çevirmələri aparıb hesablayaq. 80 tondursa 80 min kilogram deməkdir. Sonra J 10'dur, H 6 metr, güc 20 kilowattdır, 20 10 üstü 3 yazarıq. T 8 dəqiqə, 8 dəqiqə eləyər 8 vur 60. Bu da 480 eləyər, vurulsun 100%. Yəni, qiymətləri hesablayaq, görək 80 vur 60, 80 vur 6 daha doğrusu 480 eləyər, ixtisar apararıq. 10 üstü 3'lər getdi. Başqa nə qaldı? Sıfırların da birini aparsaq, 100 bölünsün 2, bu da eləyər 50%. Doğru cavab B. 20. Yaya təsir edən qüvvə 2 dəfə azalarsa, sərtlik və potensial enerji necə dəyişər? Bilirik ki, K sərtlik əmsalı F-dən və X-dən asılı deyil. Materialdan və həndəsi ölçülərdən asılıdır. Y potensial isə F kvadratı böl 2K düsturuna əsasən təyin oluna bilər. K sabitdir. Y potensial F-dən kvadratik asılıdır. Qüvvə 2 dəfə azalarsa, potensial enerji 4 dəfə azalar. Deməli, potensial enerji 4 dəfə azalar, K dəyişməz. Doğru cavab A variantı. 21. Radiusu 3400 kilometr olan planetin səthindən 600 kilometr məsafədə dairəvi orbit üzrə fırlanan süni peykin sürəti 4 kilometr saniyə olarsa, həmin hündürlükdə sərbəst küməyə təcini hesablayın. Deməli, burada nədən istifadə edə bilərik? V bərabərdir, birbaşa düstur da yazmaq olar. V bərabərdir kök altında, deməli, V bərabərdir, nələr verilib bizə? Məsafələr verilib. Tamam, başqa birbaşa ifadədən də istifadə edə bilərik. Dairəvi orbit üzrə hərəkət edirsə, burada J bərabərdir, V kvadratı bölünsün, R-dən istifadə edə bilərik. O da bərabərdir, V kvadratı bölünsün, R plus H. Məsafəni yerinə yazarıq. Deməli, dairəvi orbit üzrə hərəkət edir. Bura R-dir, burada olsun H. Olsun kosmik sürət. Deməli, bizdən J-ni soruşur, kosmik sürət verilib. Deməli, yerinə qoyarıq bunları. 4 kilometr saniyə. 4 kilometr 4000'dir, kvadratı eləyər 16, 10 üstü 6. R plus H da eləyir 4000, 3400, bu da 600, 4000 kilometrdir. 4000 kilometrdə necə yazmaq olar? 4, 10 üstü 6 şəklində. 10 üstü 6'lar geçsə qalar neçə? 4. Deməli, Y variantı olar. 22. Sükunət vəziyyətindən əvvəlcə bərabər yeyinləşən, sonra bərabər sürətlə hərəkət edən cismin kinetik enerjisinin getdiyi yoldan asılı qrafikini soruşur. Sükunət halının hərəkətə başlayıbsa V0 0'dır. Sonra onda kinetik enerjinin dəyişməsi bilirik ki bərabərdir YK çıx YK 0 və sükunətdən başladığına görə başlanğıc kinetik enerji 0'dır. Deməli, nə qaldı burada? Y kinetik. Digər tərəfdən də bilirik ki kinetik enerjinin dəyişməsi görülən işə bərabərdir. İşin də əvəzinə F vurulsun L yaza bilərik. Deməli, bu ikisini bərabərləşdirsək, Y kinetik bərabərdir, F vurulsun L. Başlanğıc halda bərabər yeyinləşəndir, F sabitdir. Kinetik enerji yoldan düz asılı olmalıdır. Ona görə A ilə D-nin birinci hissəsi uyğun gəlir.
Sonra isə bərabər sürətlə hərəkət edir. Kinetik enerji sabit olub. Əvvəlcə eldən düz asılıdır, sonra isə asılı olmayıb. Doğru cavab A variantı. 23. 2 metr saniyə kvadratı təcillə hərəkət edən cismin kinetik enerjisinin zamanası qrafikinə əsasən cismə təsir edən əvəzləyici qüvvəni hesablayın. Deməli, burada nə yaza bilərik? Sükunət halından başlayıb yenə də yaza bilərik. A bərabərdir delta Y kinetik, o da bərabərdir Y kinetik. Buradan digər tərəfdən də bilirik ki, A bərabərdir F əvəzləyici vurulsun S. F əvəzləyicini tapmalıyıq. S-in də əvəzinə AT kvadratı bölünsün 2 yazmaq olar. Deməli, A-nı əvvəlcə hesablasaq 0 ilə 800 arasında dəyişib. Deməli, görülən iş 800 oldu. Gətirib yerinə yazaq. 800 bərabərdir. F əvəzləyici vurulsun. Təcil 2-dir. Böl 2. T də 2-dir. Bunda kvadratı 4 eləyər. 2-lər ixtisar olundu. 4 dənə F əvəzləyici 800 isə onda F əvəzləyici neçə olar? 200 Newton olar. 24-cü sual. Kütləsi 4 kiloqram olan cisim 28 Newton qüvvənin təsiri ilə 2 metr saniyə kvadrat təcillə hərəkətə başlayır. Yəni sükunətdən başlayır. Səth arasındakı sürtünmə əmsalını tapın. Deməli, yaza bilərik ki, dartı var, sürtünmə əmsalını soruşur. Cisim bərabər yeyinləşirsə, əvəzləyici qüvvə F dartı çıxılsın, F sürtünmə şəklində hesablana bilər. Demək, kütlə 4-dür, təcil 2-dir, dartı qüvvəsi 28. Buradan da sürtünməni tapaq əvvəlcə. 28-dən neçəni çıxsaq 8 qalar, təbii ki, F sürtünmə olacaq onda 20. 20 Newton. Deməli, ağırlıq qüvvəsi mg, reaksiya qüvvəsi n-dir. F sürtünmə. Onda F sürtünmə bərabərdir μn, o da bərabərdir μmg-yə. Buradan hesablaya bilərik ki, 20 bərabərdir μ vurulsun m, yəni 4, j də 10-dur. Sıfırları aparsaq, μ bərabərdir 2 böl 4, yəni 0,5 olar. Gəldik 25-ci suala. Elastik qüvvənin işi mənfi olarsa, doğru ifadələri müəyyən eləməliyik. Bilirik ki, elastik qüvvəsi konservativ qüvvədir. Gördüyü iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. İş mənfidirsə, onda potensial enerjinin dəyişməsi müsbət olacaq. Potensial enerjinin dəyişməsi müsbətsə, deməli o artır da. 2 doğrudur. Yayın sərtliyi bilirsiniz ki, qüvvədən, işdən asılı deyil, demək bu sabitdir. Burada potensial enerji artıbsa, deməli K dəyişməyib, onda elastik qüvvəsi də artıb. Doğru cavab olacaq 2, 4, 6. Axırıncı dediyim düstur şəklində də göstərək. Y potensial F kvadrat böl 2K-dır. K sabitdir. Deməli, potensial enerji artıbsa, deməli elastik qüvvəsi də artıb. Gəldik 26-cı suala. Cisimlərin qeyri-elastik toqquşmasından sonra onların toplam kinetik enerjiləri hesablanır. Qeyri-elastik toqquşur və qarşı-qarşı hərəkət edirlərsə, onların toqquşmadan sonraki sürətini tapırıq. Deməli, impulsların fərqinin modu olacaq. M2V2 bölünsün kütlələrin cəmi. Bu hazır düsturdur. Deməli, V = bərabərdir M1V1, yəni 3 vur 5 çıxılsın. Düz yazıq mı? M1V1 bəli. Sonra 2 vur, deməli 5 bölünsün kütlələrin cəmi 3/2. Yuxarıda 15 çıx 10 elədi 5, 5 böl 5 sürət oldu 1 metr saniyə. Və bunlar ikisi birlikdə hansı tərəfə hərəkət edirlər? İmpulsu böyük olan istiqamətində bir cisim kimi hərəkət edəcəklər. Deməli, sağ tərəfə V' ilə hərəkət edirlər. Bunların birlikdə kütləsi M1 + M2-dir.
Toplam kinetik enerjinin soruşduğuna göre YK ştrix deyək buna. M1 üstə gəl M2 böl 2 vurulsun V ştrixin kvadratı olacaq. Buradan da YK ştrix bərabərdir. Kütlələrin cəmi 3 plus 2 böl 2 vurulsun 1'in kvadratı. Bu da eləyər 2 tam 10^5 joule. Cavab 2/5. 27 uyğunluğu müəyyən edin. Cisim yuxarı şaquli istiqamətdə hərəkət edir. Cisim şaquli istiqamətdə hərəkət edir. Birincidə çəki böyükdür mc'dən, kiçikdir mc, bərabərdir mc verib. Deməli bilirik ki, çəki nə zaman mc'dən böyük olur? Təcil yuxarı olanda. Nə zaman kiçik olur? Təcil aşağı olanda. Nə zaman bərabər olurlar? Təcil 0 olanda. Buna əsasən müəyyənləşdirə bilərik. Cisim dayaqla birlikdə yuxarı yeyinləşir. Yuxarı hərəkət edir və yeyinləşirsə təcil də yuxarıdır, sürət də yuxarıdır. Bu uyğun gələcək birinciyə. Cisim dayaqla birlikdə yuxarı yavaşlayan hərəkət edir. Yuxarı yavaşlayırsa sürət yuxarı, təcil aşağı. Burada çəki normal çəkidən az olmalıdır. B variantı uyğun gəlir. Cisim sərbəst düşəndə ümumiyyətcə çəkisi 0 olur. Çəki 0'dır. Deməli, çəki 0'dır, yoxdur. Amma ağırlıqla müqayisə eləsək, kiçik olacaq yenə də. Amma axırda qeyd edirəm bunu. Cisim aşağı bərabər sürətli hərəkət edir. Aşağı bərabər sürətli hərəkət edir. Burada sürət aşağıdır, təcil 0'dır. Onda çəki ilə ağırlıq qüvvəsi bir-birinə bərabər olur. D variantı. Cisim dayaqla birlikdə aşağı bərabər yeyinləşən hərəkət edir. Aşağı yeyinləşirsə sürət də təcil də aşağıdır. Onda deməli çəki ağırlıq qüvvəsindən kiçik olacaq. Çəki ağırlıq qüvvəsindən kiçikdirsə bu Y olur. Deməli buradan qayıtdıq bu C variantına, əziz abituriyentlər. Əslində çəki 0'dır. 0'la hər hansı bir ədədin müqayisə etmək məncə doğru deyil, amma cavablara baxmamışam. Əgər bütün variantları seçiriksə, burada sərbəst düşəndə çəki ağırlıq qüvvəsindən kiçikdir variantı ola bilərmi? Bir başdan baxaq. Bəzən birbaşa video çəkəndə nəyisə diqqət eləməyə bilirik. Cisim dayaqla birlikdə yuxarı yeyinləşir. Burada çəki ağırlıqdan böyükdür. Bu getdi. Cisim dayaqla birlikdə yuxarı yavaşlayan hərəkət edir. Təcil aşağı olmalıdır. Deməli, təcil aşağıdırsa çəki mc'dən kiçikdir, bu da düzdür. Sonra cisim sərbəst düşür, bunu hələ uyğunlaşdırmayaq. Cisim aşağı bərabər sürətli hərəkət edir. Aşağı bərabər sürətlidə çəki ilə ağırlıq bərabərdir. Bu D variantıdır. Bu da getdi. Cisim dayaqla birlikdə aşağı bərabər yeyinləşən hərəkət edir. Burada da deməli mc minus A olur, çəki az olur bu şəkildə. Yəni də deyirəm, sərbəst düşəndə çəki ümumiyyətcə 0'dır. 0 hər hansı bir ədədlə müqayisə etmək də doğru olmaz. Gəldik 28'ə situasiya tapşırığına. O X oxu boyunca hərəkətə başlayan kütləsi bir kərqəmanizmin tərcih proyeksiyasının zamanası qrafiki verilib. Bizdən nəyə soruşur? 6 saniyə ərzində necə hərəkət edir? Cismin başlanğıc sürəti 0'dır. Deməli, bu cisim bərabər yeyinləşən hərəkət edəcək və onun tərcihinin proyeksiyası A1X bərabər olub 4 metr saniyə kvadratı tərcihlə bərabər yeyinləşir X oxu istiqamətində. Deməli, sonra isə tərcili A2X deyək buna da. A2X bərabər -2. Artıq birinci hissədə bərabər yeyinləşən hərəkət edirdi və onun sürəti müsbət idi. İkinci hissədə isə tərcih mənfidir. Deməli, burada 2 metr saniyə kvadrat tərcihlə bərabər yavaşlayan hərəkət edər. 6 saniyə müddətində cismə təsir edən əvəzləyici qüvvənin işini tapın. Bunu da necə edə bilərik? V0 0 idi. Deməli, V1X bərabərdir. A1X vurulsun T1 deyək. Bunun sürəti nə qədər olurdu? Təcil 4. Neçə saniyə ərzində təcil 4 olaraq qalıb? 4 saniyə. 4 vur 4, bu elədi 16 metr böl saniyə. Sonra isə artıq bu yavaşlayan hərəkət edir. Artıq burada nə yazacağım? 16, birinci hissənin sondakı sürət 16'dır da çıxılsın.
Bunun təcili 2 vurulsun 2 saniyə. Təcil 2 olub. 2 buran neçə elədi? 16 çıx 4, 12 metr böl saniyə. Başlanğıcda 0 idi. 16, deməli 6 saniyə sonra sürət olub 12. Deməli burada nə yazmaq olar? A bərabərdir. Delta Y kinetik yazmaq olar. Buradan da YK2 çıxılsın YK0 yazmaq olar. Niyə YK0 yazıram? Başlanğıc halından sonu fərqi əsasında işi tapa bilərik. Sükunətdən başlamışdı YK0 0'dır. Sonra M V2 kvadrat böl 2 əsasında şey hesablayarıq. Kütlə nə qədər idi? 1 kilogram. 1 vurulsun 144 bölünsün 2 bərabər olar 72 joule. Cavab 72 joule. Nəhayət 30-cu suala gəldik. Koordinat oxlar üzrə kəmiyyətlərin qiymətini göstərmək impulsun proyeksiyasının zamanı asılı qrafikini qurun. Deməli, sükunətdən başlayıb V0 0'dır. Yuxarıda 29'da V1x'i tapmışdıq. Deməli, P1x bərabərdir M vurulsun V1x. Kütlə 1 olduğuna görə bu olacaq elə 16 vur 1, eləyər 16. P2x'ə baxaq. Bu da M vurulsun V2x'dir. O da bərabər olar 12'yə. Deməli, əvvəlcə 16'ya qədər artır. 16, sonra isə yavaşdan hərəkət edib. Neçəyə qədər azalar? 12'yə qədər. Deməli, birinci isə uyğun gələn zaman neçə idi? 4. Neçə saniyə sonra sürəti 12 olub? 6 saniyə sonra. Bu şəkildə bir qrafik alınır. Beləliklə videonun sonuna çatdıq. Ümid edirəm ki, faydalı oldu. Növbəti videolarda izləməyi unutmayın. Hər birinizə təşəkkür.